Dəyərli, hörmətli YouTube izləyiciləri, Opel həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Opel Astra markalı avtomobilin çəkini eləyəcəm. Yaxşı maşındır. Belə baxdım özümdə, yaxşı maşın, pis maşının ümumiyyətlə pisi yaxşısı olmur. Pis odur ki, maşın yox. Nəsə, uzatmayacağım. Qısa bir məlumat maşın sahibindən alaq, daha sonra çəkişi geniş eləyəcəm. Salam əleykum qardaş. Bazar olsun. Salam, Allah razı olsun. İl neçənci ildir? İli 93. 93. Motor 1.4. 1.4 benzin. Benzin, mexanik. Bəli, mexanik. Problemi, motorun Problemi yağ yox. yeməyi, karofkanın Yox, atmağı. heç biri, heç Belə biri. periodokku falan. Hər şey əla. Əla. Buna bir dənə real sürücü lazım. Real sözü. Kondisioner var. Kondisioner olub vaxtilə, yəni bizdən qabaq çıxardıblar onu. Amma kondisioner qoyub İşlətmək mümkündür. Lük işləyir, Lük işləyir. işləh vəziyyətləri. Hal-hazırda da yəni göstərir. Qiymət Qiymət 3.7. 3700 sondur, yoxsa Yerində yəni real endirim alıcı olacaq? olsa, hə. Cüzi endirim olacaq. Cüzi endirim olacaq. Telefon nömrəsi qeyd eləyək. 051 Aha. 499 2009. 051 499 2309. Maşın sahibinin adı Rəvan. Rəvan. Maşına Göyçayda baxmaq mümkündür. Bəli, istənilən. Hansısa maşınla barter ola bilər, yoxsa pula ehtiyac var. Nömrə Nömrə üstündə nömrə üstündə qalacaq. Ondan da Ha, üstündə qalacaq. Dediniz yəni pula ehtiyac, belə deyək də istifadə olunmayan maşında yəni Bəli, satılır. ikinci maşında satılır. Satılır. Aha, deməli ili 90 neçədir? 93. 1.4 benzin mexanika. Maşının motoru, karofkası, xadavoy sistemi əla vəziyyətdədir. Nömrə üstündə qalacaq, onunla nömrədir. Bildiyiniz kimi onunla nömrə artıq satışda yoxdur və maşının üstündə qalacaq. Bir dənə maşında yəni lük falan işlək vəziyyətdədir. Kondisioneri olub, maşın sahibi qeyd elədi ki, bizdən əvvəlki sahibi kondisioneri götürüb. Amma yenidən kondisioneri qoyub işlətmək mümkündür. 3700 start qiyməti. Real alıcı endirim olunacaq. Təbii ki, endirim olunacaq. Maşına baxdıqdan sonra. Bunun arxasını biz görək Allah qoysa har. Bunun arxası yox. Aha, buradadır. Mən niyə görmürəm? Aha. Üç yeri baxın, belə vəziyyətdədir. Baxırıq. Belə vəziyyətdədir. Və hamiləni arxayı yaxşı örtülmədir. Qoy bir də açım örtüm. Aha, örtüldü. Baxırıq. Momorul, mom ayaq altılar. Salonda oturacaqlarda cızıq sökük falan gözəl dəymir. Şiddət, çartdaq, partdaq gözəl dəymir. Bunu bir dənə Rəvan, bunu bir dənə tası qaldıraq. Mən bilməm, sənə çəkməyəcəm. Maşın sahibi deyir ki, mən düşməyim videoya. Opel Astra. Gördüyünüz kimi Opel Astra. Bir dənə oradan bunu qaldırım, mən çəkim. Hardadır bunun şeyi?